canımızdan vətənə can verdik. Torpaq uğrunda öləndir şəhid. Canından və müqəddəs qanından keçib, zülümləri yarıb, xalqını işıqlı sabaha aparandır şəhid. Azərbaycanın ərazi bütövlüyüdür şəhid. Sən canından vətənə can verdin. Sən canını etibar, ana vətənə qurban verdin. 1992-ci ildə Qarabağın başının üstündə çalxalanan buludlar bizlərə nələr, zülümlər, faciələr yaşatdı. Körpələrin sızıltısı, anaların fəryadı, Xocalı soyqırımı. Bu dəhşətli faciənin qarşısını almaq üçün o gündən bəri igid oğullarımız əllərində silah, düşmən qarşısında canlı polad sipərə çevrildilər. Belə qəhrəman oğullardan biri də şəhid Nəcəfov Etibar Mehmanoğludur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçərək müqəddəs qanları bahasına şanlı tarixi yazan qəhrəman şəhidlərimizdən biri də Laçın rayon Şeylanlı kənd sakini şəhid Nəcəfov Etibar Mehmanoğludur. Müharibələrin acı nəticələri təkcə can almaqla, yenicə açılmaqda olan gül ətirli balaları vədəsiz soldurmaqla bitmir. Müharibələr minlərlə gələcək gənclərin həyatına son qoyur. Müharibələr ömürlük ağlar qoyduğu ata-anaların, bacı-qardaşların, gəlin qızların köksündə sağalmaz yaralar əkir. Belə minlərlə ağrı acını yaşayan ailələrdən biri də Nəcəfovlar ailəsidir. Vətən üçün böyüyən oğullar bir anda vətənə qurban gedirlər. Vətən üçün şəhid verdik, can verdik. Cansızlara şah damarımızdan qan verdik. Təki vətən sağ olsun, təki vətən ayaqda dursun. And yerimizsən şəhid, qürur mənbəyimizsən şəhid, inam yerimiz, güman yerimizsən şəhid, ərazi bütövlüyümüzsən şəhid, başımızın tacısan şəhid. Etibar əslən Laçın rayonundan olsa da, doğma yurdu namərd ermənilər tərəfindən işğal olunduğundan, onun qismətinə Ağcabədi rayonunun Aran kəndində dünyaya göz açmaq qismət olmuşdu. 14-11-1998-ci il. Orada Laçın rayon Aran kənd Ümumi Orta Məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd bir saylı tam orta məktəbinə daxil olub və oradan 11-ci sinifi bitirərək 2016-cı ildə məzun olmuşdur. İdmana böyük marağı olan Etibar karate, daha sonra boks ilə məşğul olmuşdur. Keçirilən idman yarışlarında həmişə birincilik qazanmışdır. Hərbi xidmətdə idmanla məşğul olması onun çox köməyinə gəlirdi. Komandirlərinin verdikləri çətin tapşırıqları asanlıqla yerinə yetirirdi. 01, 05, 2017-ci il, 02, 06, 2018-ci il. Xüsusi təyinatlı kəşfiyyat bölmələrində təlimlər keçmişdi və ön xəttdə göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edilmişdi. O hər zaman ətrafındakı insanların rəğbətini qazanmışdır. Yaxından tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdilər. İkinci Vətən müharibəsi başlayan andan könüllü olaraq Füzuli rayonu istiqamətində döyüşlərə qatılır. Etibar amansız döyüş meydanlarında gecə-gündüz yorulmadan düşmənə qarşı döyüşürdü. Burada qanlı döyüşlər gedir. Mərmilər yağış kimi yağırdı. Etibargilin dəstəsi düşmənə göz açmağa imkan vermirdi. İgid oğulların nərəsindən, mərmi səsindən, güllələrin vıyıltısından, düşmən səngərində göylərə dirənən insanın ahu naləsindən bu yerlər
bir cəhənnəmi xatırladırdı. Etibarın gözü düşmən səngərindəki bir yeri hədəf seçmişdi. Bayaqdan oradan atılan pulemyot güllələri bir neçə döyüş yoldaşını şəhid etmişdi. Etibar güllə yağışı altında xeyli sürünüb bir qayaya söykəndi. Əlindəki silahı çox ustalıqla bayaqdan ölüm saçan həmin yerə tuşlayıb diqqətlə nişan aldı. İgid əskərin bir neçə dəqiqə atəşindən sonra həmin mövqedən düşmənin atəşi kəsildi. İgid oğullarımız düşmən səngərindən bir nəfərin belə sağ çıxmasına imkan vermədilər. Şəhid Nəcəfov Etibar Mehmanoğlu 44 gün davam edən Haqq savaşında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bütün cəbhə boyu vuruşaraq, xüsusi igidlik, şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Necə qıydı bu cavana ilahi, ürək dözmür parçalana ilahi, igid sənin amalına qurbanam, can şəhidim, məzarına qurbanam. Şəhid Etibar öz canını, qanını, nəfəsini mübariz ruhuna qurban verərək vətən qəhrəmanı kimi ölümü ilə ölməzliyi və Azərbaycan xalqının hörmətini, sevgisini, ehtiramını qazanaraq vətən müharibəsi şəhidi kimi qəhrəmanlığı ilə əbədi olaraq qəlbimizdə yaşayacaq. Şəhidlərimizin əziz xatirəsi bizim üçün müqəddəsdir, əzizdir, doğmadır, cavandır və həmişə yaşardır. Şəhid Nəcəfov Etibar Mehmanoğlu vətənə şərəfli xidmətinə görə ölümündən sonra Ali Baş Komandan tərəfindən vətən uğrunda Füzulinin azad olunmasına görə, Cəbrailin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Qubadlının azad olunmasına görə cəsur döyüşçü medalları ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların müqəddəs ruhları qarşısında baş əyirik. Müəllif Hamlet Abbasov, Sosial Dövlət naminə İctimai Birliyin Mətbuat Xidmətinin rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media mükafatçısı, Qarabağ Azərbaycandır medalının mükafatçısı.